Salam, hər vaxtınız xeyir olsun. Bir sualımız var. Allergik konjüktivit ilə sadə qızartının, yəni hiperemiyanın arasındakı fərq. Yəni sadə qızartı ümumiyyətlə allergik konjüktivitin bir neçə əlaməti var. Gözdə qızartı, gözdə qaşınma, gözdə batma, yad cisim hissiyatı, ağrı, işıqdan qorxma, sulanma və qaşınma. Bunların hamısı allergik konjüktivitin əlamətləridir. Sadə qızartı dediyimiz sadə inyeksiya. Bu, yəni heç vaxt o sadə, yəni gözdəki qızartı boşuna olmur. Yəni sadə bəzi insanlar var ki, konstitusional tip olaraq skleraları, konjüktivalarının damarları çoxdur və gendir. Tamam, bunu qəbul edirəm sadə qızartı dediyinizdə. Yəni sadə qızartıda sadəcə kənardan baxanda qızartı var. Yəni gözün rəngi tam bəyaz olmur, qırmızımtıl görsənir. Damarlar görsənir. Amma allergiyada dediyim kimi bundan yanaşı hətta sadə qızartıdan daha çox qızartı olur, hiperemiya olur, qanlanma olur və digər əlamətlər qaşınma, ağrı, işıqdan qamaşma, sulanma və batma hissi. Bunlar allergik konjüktivitin xüsusiyyətləridir. Bütün allergiyalarda bunların hamısı eyni səviyyədəmi olur? Əsla. Elə xəstə var, qaşınma daha çox olur, digərləri daha az olur. Elə xəstə var, sulanma daha çox olur, digər əlamətlər daha az olur. Amma bu əlamətlərin hamısı allergik konjüktivitin əlamətləridir. Sadə qızartı haqqında istəsəniz maraqlı bir sualdır. Yəni əslində əhəmiyyət vermədiyim bir mövzuydu. Amma daha sonra bu mövzuna əlaqədar, yəni sadə qızartı nə deməkdir? Çünki bəzi xəstələr gəlir, doktor, gözüm başqalarının gözü kimi tam ağ deyil. Mənim gözümün içərisi niyə qırmızıdır? Bu mövzuya əlaqədar istəyirsiniz bir dənə aydınlaşdırım.